Yaradıcı eksperimental birliği, elmi fantastikadan uzaq, tarixə yaxın real film göstərir. Mikhail Bulgakovun İvan Vasilyeviç piyesinin motivləri əsasında. İvan Vasilyeviç peşəsini dəyişir. Ssenari müəllifləri Vladlen Baknov, Leonid Gayday. Quruluşçu rejissor Leonid Gayday. Quruluşçu operatorlar Sergey Poluyanov, Vitaliy Abramov. Quruluşçu rəssam Yevgeniy Kumankov. Bəstəkar Aleksandr Zatsepin. Filmdə çəkiliblər. Yuriy Yakovlev, Leonid Kuravlyov, Aleksandr Demyanenko, Saveliy Kramerov, Natalya Selezneva, Natalya Белогорцева-Крачковская, Natalya Kustinskaya, Vladimir Etush, Mikhail Pugovkin, Sergey Filipov və başqaları. Hey zəhrimar. Bu nədir belə? Yenə işığı söndürdülər. Biabırçılıqdır. Timofeyev yenə işığı xarab elədi. Yoldaş Timofeyev, bu nə vaxta qədər davam eləyəcək? Bu dəqiqə, indi bitəcək. Soruşuram, sizin məsuliyyətsiz təcrübələriniz nə vaxta qədər davam eləyəcək? Onların ucbatından bütün korpusumuz işıqsız qalır, başa düşürsünüz? Buyurun, İvan Vasiliç, əgər bilsəydiniz ki, mən indi necə faydalı bir ixtira üzərində işləyirəm, necə təcrübələr aparıram, Təcrübə. belə danışmazdınız. Hörmətli yoldaş, elektriklə bağlı təcrübələri işdə aparmaq lazımdır. Evdə elektrik enerjisindən sırf sülh, məişət məqsədləri üçün istifadə eləmək lazımdır. Bunu sizə neçə dəfə demək lazımdır? Mən məzuniyyətdəyim. Mən də. Ona görə də evdə işləyirəm. Mən də. Ümumiyyətlə, mənim apardığım təcrübələr Mən də. tamamilə təhlükəsizdir. Mən də ictimaiyyətin nümayəndəsi kimi sizə xəbərdarlıq edirəm. Bəsdir, bugün tıxacıları yandırmısınız. Sabah da bütün evi yandıracaqsınız. Bəs bu nədir belə? Gördünüz, işimiz var da. Neynək? Gərginliyi artırmalı olacağıq. Təhlükəlidir? Əlbəttə təhlükəlidir.
Amma necə deyərlər, risk eləməyən... Любовью встретиться проблема трудная. Планета вертится, круглая, круглая. Летит планета вдаль, сквозь суматоху в ней. Нелегко, нелегко полюбить на ней. Звенит январская вьюга, и в них хлещет упруга, и звезды мчатся по кругу, и шумят города. Не видят люди друг друга, проходят мимо друг друга, теряют люди друг друга, а потом не найдут никогда. А где-то есть моя любовь сердечная, неповторимая, вечная, вечная. Ее давно ищу, но в суматохе в ней нелегко, нелегко повстречаться с ней. Звенит январская вьюга, оливы хлещут упруга, и звезды мчатся по кругу, и шумят города. Не видят люди друг друга, проходят мимо друг друга, теряют люди друг друга, а потом не найдут никогда, никогда, а потом не найдут никогда. Воображаю. Təsəvvür eləyirəm, indi nələr olacaq. Bircə dava salmayaydı. Söz-söhbət adamı çox yorur. Mən 3 dəfə boşanmışam. Hə də, 3 dəfə. Sözünü saymıram. Amma heç vaxt bu qədər həyəcanlı olmamışam. Yaxşı, getdim. Ah, Şurik, Şurik. Sənin aparatın axırına çıxacaq. Zina, mənim aparatım məni məşhur eləyəcək. Elə səni də. Doğrudan? Mane olduğun üçün bağışla. Amma sənə dəhşətli bir xəbər verməliyəm. Dəhşətli. Bugün kafedə əlcəyimi uğradılar. Və mən başqasına aşıq oldum. Şurik, məni başa düşürsən? Əlcəkdir, nə olsun? Əlcək yox. Mən başqasına aşıq olmuşam. Nəhayət ki. Amma mənə etiraz eləmə. Qışqırıb bağırmaq da lazım deyil. Nə? Onun kim olduğunu soruşursan? Təbii ki, onun Malçanovski olduğunu fikirləşirsən. Yox, tapmadın. Superman? Yenə tapmadın. Yaxşı, gizlən kaç oynamağa ehtiyac yoxdur. O, kinorejissor. Yaykindir. Belə işlər. Çox qəribədir. Ömrümdə ilk dəfədir belə şey görürəm. Ona deyirlər ki, arvadın səndən ayrılır, o isə deməli belə işlər deyir. Hətta biraz nəzakətsiz alınır. O, adı nə idi? Hündürboy sarışındı. Buna daha sözüm yoxdur. Arvadına qarşı bu qədər laqeyd olmaq sarışın Malçanovskidir. Yadında saxla. Malçanovski. Yakin isə. Yakin istedadlıdır. Nə? Soruşursan ki, harda yaşayacağıq? Bugün biz Qaqraya gedirik. Çəkiliş üçün məkan seçməyə. Sonra ona mənzil verməlidirlər. Düz deyir, yalan demirsə. Yəqin yalan deyir.
Bu necə də gülüncdür. Qısqanclıq ucbatından insanı təhqir eləmək. O hər dəqiqə yalan danışa bilməz. Mən yuxusuz gecələrimdə uzun-uzadı düşündüm. Və mən belə nəticəyə gəldim ki, biz bir-birimizə yaraşmırıq. Başa düş, Aleksandr. Mən həyatımı kinoya, incə sənətə həsr eləmişəm. Hərçənd, sənin sakitliyinə mat qalmışam. Bilirsən, Şurik, hətta ürəyimdən dava salmaq keçir. Lazım deyil. Doğrudan? Əminəm. Yaxşı, əlvida, Şurik. Amma məni hələ qeydiyyatdan çıxartma. Hər halda hər şey ola bilər. Aleksandr Sergeyeviç, bir dəqiqə. Zinayda Mixaylovnaya çatdırın ki, Rozali Fransovna dedi ki, Kapitalina Nikifrovna Anna Ivanovnaya dublonka təklif eləyir. O da gəlir. Mən Zinayda Mixaylovnaya heç nə çatdıra bilmərəm, o getdi. Ara getdi. Məşuqu ilə Qafqaza. Necə məşuq ilə? Siz də bunu belə rahatlayırsınız? Orijinal adamsınız. Bağışlayın Ulyana Andreyevna, mənim işim var. Əcəb xasiyyətiniz var. Əgər sizin arvadınız olsaydım, mən də gedərdim. Əgər siz mənim arvadım olsaydınız, mən özümü asardım. Kobud. Stomatoloji poliklinika? Alo, daxili nömrə 362. Xahiş edirəm, zəhmət olmasa Anton Semyonoviç Şpakı telefona çağırın. Anton Semyonoviç, siz istəyirlər. Kimdir? Bir qadındır. Ağzınızı bağlamayın. Eşidirəm sizi. Anton Semyonoviç, salam. Siz bugün saat neçəyə qədər işləyirsiniz? Danışan bir aktrisadır. Yox, tanış deyilik. Amma dəlicəsinə tanış olmaq istəyirəm. Deməli, saat 4-ə qədər oradasınız, hə? Sizə yeni zəng vuracam. Mən çox inatkaram. Gözləyirəm. Yaxşı, davam eləyək. Anton Semyonoviç Şpak. Bura gəlməklə bəxtim gətirib. Vətəndaşlar, pulunuzu əmanət kassasında saxlayın. Təbii ki, əgər pulunuz varsa. Axı arvadımla mənim aramda olanların sizə nə dəxli var? Boşanırıq, boşanmırıq. Bu bizim şəxsi işimizdir. Yanılırsınız əzizim. Bu ictimai məsələdir. Siz öz boşanmalarınızla bizim göstəriciləri kəskin aşağı salırsınız. Yaxşı, məndən nə istəyirsiniz? İctimaiyyətin adından xahiş edirəm ki, boşanmanı kvartalın axırına qədər təxirə salasınız, aydındır. Ondan sonra ürəyiniz nə qədər istəyir, boşanın. İvan Vasiliç, siz danışanda adama elə gəlir ki, sayıqlayırsınız. Hansı mənada? Hə, bir də bu şübhəli maşınınız barədə. Aleksandr Sergeyeviç, sizdən xahiş edirəm, çox xahiş edirəm. Məlumat verin, yoxsa bunu özümüz eləyəcəyik. Dayanın, bir dəqiqə. Bu aparatda şübhəli heç nə yoxdur. Mən zaman maşını ixtira eləmişəm. Yəni mən məkanı yarıb, keçmişə gedə bilərəm. Keçmişə gedə bilərsiniz? Keçmişə. Hörmətli Aleksandr Sergeyeviç, bu cür təcrübələri yalnız əlahiddə idarələrin icazəsi ilə aparmaq lazımdır. İvan Vasiliç, dayanın. Bu aparat ağla sığmaz fayda verəcək. Bu dəqiqə sizə hər şey başa salaram. Vəssalam.
İndi isə biz zaman maşınını əyani təcrübədən keçirəcəyik. Siz tarixi hadisədə iştirak eləyirsiniz. Əvvəlcə yaxın məsafəni sınayaq. Baxın, bu dəqiqə biz məkan dəyişəcəyik. Gördünüz? Ne? Gördünüz? Bu ne demeydi? Ne olup? Ne baş verip? Aleksandr Sergeyeviç divar hara yoxa çıxdı. Bu ne demeydi? Ne baş verir? İndice burada divar vardı. Yoldaş Timofeyev, divara göre kanun karşısında cevap vereceksiniz. Gör necə maşın kəşf eləyib. Siz de cehennem olun divarınızda. Özün cəhənnəm ol. Mənzilin yarısı yoxa çıxıb. Yoxa çıkmayıp. Necə yəni yoxa çıxmayıb? Necə yəni? Texnika möcüzəsi görmüşdüm. Amma beləsini... Bağışlayın, bilmək olar siz kimsiz? Kim olduğumu soruşursunuz? Hə, Mən Anton Semyonoviç Şpakın dostuyum. bəs onun mənzilində nə işiniz var? Ne işin var? Hə. Onun mənzilində? Hə. Dostumu gözləyirəm. Siz nə fikirləşdiniz? Bəs onun mənzilinə necə girmisiniz axı özü işlədi? Cehennem olun. Bu ne bayağı suallardı? Fikir vermeyin. Başa düşürsüz, mən zamanı yarıb keçdim. İstədiyimə nail oldum. Deməli bununla istənilən divarı yox eləmək. Divar? Bu son dərəcə qiymətli ixtiradır. Sizi təbrik eləyirəm. Minnətdaram. Atam qardaşım, niyə mənə belə diqqətlə baxırsınız? Üstümdə naxış yoxdur. Məni bir şübhə narahat eləyir. Sizin əlinizdəki xarici zamış gödəkçə eyni ilə Şpakın gödəkçəsindəndir. Nə danışırsınız? Hə? Gödəkçə, zamş? Məyər bu boyda Moskvada zamş gödəkçə təkcə Şpakda var? Familiyanız nədir? Mən Bolşoy və Malay Akademik teatrlarının artistiyəm. O ki qaldı familiyama. Familiyam həddindən artıq məşhurdur. Onu deyə bilmərəm. Bəlkə siz Şpakın otağına qayıtmaq istəyirsiniz. Sizin üçün divarı açım. Yox, yaxşısı budur, sizin maşınınızı seyr eləyim. Çox xoşuma gəldi. Çox şadam. Onu görən ilk adam sizsiz. Necə deyərlər, birinci şahid. Elə heç vaxt şahid olmamışam. Yenə zillənib. Belə getsə, məndə deşi açacaqsınız. Siz heç bilirsiniz nə görmüsünüz? Bəs necə? Deyə bilərsiniz. Deyə bilərsiniz, mağazanın divarını da belə qaldırmaq olar. Çox faydalı ixtiradır. Siz Şpakın yanına maqnitofonla gəlmişdiniz. Başa düşün, divarın məsələyə dəxli yoxdur. İş ondadır ki, mən bütün bu divarları aşaraq məkan dəyişə bilərəm. Başqa zamana keçə bilərəm. Mən təxminən 200-300 il əvvələ gedə bilərəm. Maqnitofonla bağlı sualımı cavabsız qoydunuz. Pus sizə. Əcəb maşındır.
Həqiqətən bu elmi və texniki kəşfdir. Bir daha tüf sizə. Dözə bilmərəm. Biz elə bu dəqiqə keçmişə gedəcəyik. Qədim Moskvanı görəcəyik. Ağlınızı başınıza yığın yoldaş Timofeyev. Yox bir qədim Moskvanı görəcəyik. Əlahiddə idarələrin icazəsi olmadan. Bu dəqiqə. Nə oldu? Əgər sən bir də akademikin təcrübəsinə mane olsan və texniki tərəqqinin yolunu kəssən, mən sənin Sakit, başa düşdüm. işinizdə olun. Həyəcanlıyam. Cəsarətli olun. Mən buradayam. Səma altında yaşayan əhaliyə, Əlahəzrət İohan Kuzmaya, Kuzmaya, Böyük Knyaz və bütün Rusiyanın çarı bütün Rusiyanın çarı, baş əyir. Kes. Davam elə. Baxın. Bu ki İvan Grozny'dir. Yeri get. Mamma mia. cinlər, cinlər, cinlər. İtil. 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 Yox ol. Yazıqlar olsun. Yazıqlar olsun mənə. Bədbəxtlik gələcək başıma. Şər qüvvə. Dayanın. İtil. Hara gedirsiz? İtil lənətə gəlmiş. Dayanın. Hara gedirsiz? Hara zəng eləmək istəyirsən? Milisə. Dəstəyi qoy. Nə? Dəstəyi yerinə qoy. Nə? Niyə qoyum? Dəstəyi. Qoymayacağam. Dəstəyi yerinə qoy. Niyə qoymalıyam? Dedim dəstəyi yerinə qoy. Niyə? Dəstəyi qoy. Yaxşı. Göbələk kimi əzərəm. Cinlər hardadır? Dayanın. Qaçma! Dayan. Öldürün onları. Tutun cinləri. Tut! Qaçırlar. Qoymayın, qaçdılar. Tut onları. Hə! Tut, qaçdılar, tut! Qoyma. Qaçırlar. Dayanın, qaçmayın. Bastırdılar. Diri-diri bastırdılar. Cinlər. Gördünüz dərdlərə dəva olan xaç neynir? Bəs çar hardadır?
Bu kadar içmek olmaz. Tutun, Koymaya kaçtılar. dayanın. Tez olun tutun. Tutun. Gelin. Buradadılar. O yana. Tutun onları. Yaman çok kışkırırlar. Kışkırabilmezler. Onlar çoktan ölübler. Görürsüz, ölüler nece vururlar. Aç kapını köpek. Kime deyir? Size Mene? tutun. Tutun cinleri. Gelin bura. Tut. Oh, yüreğim ağrıdı. Bir de sen cin değilsen, kim olduğumu size 100 defa demişim, ben cin değilim. Yalan deme, çara yalan demezler. Məni Tanrının iradəsiyle alemin çarı yoğan. Çok yaxşı İvan Vasiliç, sizin çar olduğunuzu yaxşı başa düşürəm, ama lənətə gəldin İvan Vasilyeviç. Lənətə gəldin. Cadugar, məni geri gönder. Mümkün değil, görmürsüz? Bu lənətə gelmiş demirin ucbatından. Neyse. Çok sağ olun İvan Vasiliç. Kısa kapanma olup, tranzistorların hamısı yanıp, təzəsini almamış sizi geri göndərə bilmərəm. Onda get al. Mağazalar bağlıdır, nahar fasiləsidir. Yazıqlar olsun mənə. Sakit olun İvan Vasiliç. Yazıqlar olsun mənə. Siz araq içirsiniz? Zoğal arağı. Təəssüf ki, zoğal arağı yoxdur. Deyirəm, təəssüf ki, zoğal arağı yoxdur. Staliçin arağı var. İçin. Mənim piyaləmdən birinci sən iç. Belə niyə? İç. Elə bilirsiniz, sizi zəhərləmək istəyirəm? Əziz İvan Vasilyeviç, bizdə belə şeylər olmur. Bizim əsrdə balıqdan zəhərlənmək daha asandır nəinki araqdan. Rahat için. Sənin sağlığına bayar. Sizin sağlığınıza. Nəsə geydirmə araqdır. Olsun geydirmə, yeyin. Bu maşını sən düzəltmisən? Aha. Bizdə də sənin kimi biri var idi. Qanat düzəltmişdi. Sonra? Ne olacaq? Onu barı çəlləyinin üstünə otuzdurdum. Qoy uçsun. Niyə belə sərt? Yox, mən içmirəm, İvan Vasiliç. Sağ olun. Mənə hörmət eləyirsən? İlahi, İvan Vasiliç. Onda iç. Lap az. Bəsti. Hə? Sənin sağlığına, sizin sağlığınıza. Deməli, sən burada yaşayırsan. Balaca komadır. Təbii ki, Çar sarayı deyil. Təbii ki, deyil. Amma hər halda fərdi mənzilli. Bəs xanımın hardadır? Kilsəyə gelib. Xanımım, məşuqu Yakinlə birlikdə bugün Qafqaza qaçdı. Yalan deyirsən. And içirəm. Təqib eləyirlər. Tutan kimi Yakini nizəyə keçir. Əsas məsələ budur. Sonra isə... Niyə İvan Vasiliç? Nəyə lazımdır? Onlar bir-birini sevirlər. Qoy xoşbəxt olsunlar. Çox xeyirxah adamsan. Aman tanrım. Bu necə olur? Mən buradayım. Orada isə İsveçlər gəlmi tutublar. Boyar, məni geri göndər. Tez ol, qaç o. Bu dəqiqə. Tranzistorları al. Bir dəqiqə. Mən indi işim var. Sonra zəng eləyərsiniz. Mən də səndən gedirəm. Bayra? Yox, İvan Vasiliç, bu mümkün deyil. Məni burada gözləyin. İlahi. Amma çalış, tez qayıt.
Mən özüm də tələsirəm. Orada qalan 2 adamı da geri qaytarmaq lazımdır. Orada vəziyyətləri necə olacaq? Başlarını kəsəcəklər, vəssalam. Vəssalam. Nə? Cəhənnəm olsunlar. Cinləri diri-diri tutun. Dayanın. Evrika! Çarın paltarı. Giyin. Çar olacaqsan. Heç vaxt. Giyin, yoxsa öldürəcəm. Поговори, ходи со мной, подруга, семиструнная вся душа, полна тобой, а ночь такая лунная и храп. Да еще раз, да еще много,
много раз. Да еще раз, да еще много раз. В чистом поле Василики, дальняя дорога. Сердце рвется от тоски, а в глазах тревога и град. Да еще раз, да еще много раз. Эй, да еще раз, да еще много раз. Necədir? Heç oxşamırsan, 1 qram da oxşamırsan. Gəl heç olmasa dişini bağlayaq. Başımın bəlası. Bax belə. Başa düşürsən, o birinin üzü ağıllı idi. Xahiş edirəm üzümlə işin olmasın. Otur. Dövlət işləri ilə məşğul ol. Çomağı götür. Diktə elə. Nə diktə eləyim? Nə bilim, çar, böyük, knyaz, təkrar elə. Bütün Rusiyanın çarı. Çar böyük knyaz təkrar elə bütün Rusiyanın çarı. Təkrar eləni təkrar eləmə. Sakit. Buradadılar, buradadılar. Deməli deyirsiniz ki, çar və böyük knyaz yazdım. Vergül. Görəsən katib hara yox olub? Nə olub yoldaşlar? Sizdən soruşuram əzizlərim. Nə olub? Çarın otağının qapısını sındırmağa cürət eləyən parazit kimdir? Məyər o qapıları ona görə qoyublar ki, siz onları sındırasınız? Davam eləyin, Əlahəzrət. Baş əyir, nöqtəli vergül. Mən verdiyim suala cavab gözləyirəm. Çar. Çar buradadır. O buradadır. Çar buradadır. Çar buradadır. Buradadır. O buradadır. Çar buradadır. Otur. Bəs harada olmalıydı? Çar həmişə öz yerindədir. Merhamet edin bey çar. Geçin günahımızdan. Cinler sizi tutmuşlar. Onların dalınca bütün palatalar gezmişik. Təzəcə tutmuştuk ki. Cinler yoxa çıxdılar. Cinlər vardı, biz bunu inkar eləmirik. Amma gəldikləri kimi getdilər. Odur ki, xahiş eləyirəm, bu gülünç səsküyə son qoyun. Sən kimsən? Fiyafam. Səfirin əmri ilə gəlmişdim. Yaxşı, Fedya. Burada qal. Qalan hər kəsdən xahiş eləyirəm, çarın kabinetini boşaltsınlar. Uzun sözün qısası rədd olun. Qışqır onlara. Rədd olun. Keç günahımdan böyük hökümdar əff elə məni. Bəsdir yerə sərildin. 1-2 dəfə baş aydın bəsdir. Hökümdar üzdən olub. Ay. Yoxsa nə xoşlanmısan? Sən lal kimi susma, mən tək işləyə bilmərəm. Dişlərim ağrıyır. Periostitdir, flus. Çarın zəhləsini tökmə. Baş üstə. Fedya, bəsdir baş aydın. Belə getsə bütün günə əyilib qalxmalı olacaqsan. Tanış olaq. Acığınız tutmasın. Amma səni tanımadım. Yoxsa knyazsan? Mən? Deyəsən knyazam. Bunda təcrübli nə var ki? Bəs çarın sarayında nə işin var? Axı burada yox idin. Böyük hökümdar, bu kimdir belə? Bu Anton Semyonoviç Şpakın dostudur. Ay axmaq. Böyük hökümdar deyir ki, mən knyaz Miloslavskiyam. Bu sizi qane eləyir? İtil! Nə oldu, yenə xoşunuza gəlmədim, nə məsələdir? Axı səni edam eləmişdilər. Bax, bu təzə xəbərdir. Səni günün günorta çağı öz sarayının darvazasından astılar. Çarın əmri ilə. Belə. Çox sağ ol. Mənə asıblar. Sənin əmrinlə. Kömək elə, yoxsa batacağıq. Vay əclaf, niyə sısırsan, hə? Oh! Yadıma düşdü. Məni asmayıblar. O asılanın adı nə idi? Quldur Vanya. Mənim adımsa Jorjdur. Sadəcə o quldurla familiyamız eynidir. Düz deyirəm? Düz deyirəm. Çar! Görəsən, niyə yenə qışqırırlar? Fedya, öyrən gör, nə məsələdir? Baş üstə. Çar! 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 Çar!
Şayba, şayba, şayba. Əhali cinlərin əlindən xilas olmuş çarını görmək istəyir. Sevinirlər. Yox, mümkün deyil. Vaxt yoxdur. Sonra sevinərik. Çar, Çar, çar. çar. Onları təcili harası göndərmək lazımdır, aydındır? Susur idbar. Bura bax Fedya, indi heç yerdə müharibə yoxdur. Necə yəni yoxdur? İsveçlilər nəfəsimizi kəsiblər. Krım xanı kişmiş yolunda soyğunçuluq eləyir. Nə danışırsan? Hə? Buna necə yol vermisiniz? Geç günahımla. Qalx, Fyodor. Sənin günahın yoxdur. Otur. Yaz. Çar əmr eləyir. Əmr eləyirəm. Krım xanını kişmiş yolundan qovmaq üçün qoşun göndərilsin. Nöqtə qoy. Nöqtə. İmzala, böyük hökmdar. Mənim belə tarixi sənədlərə imza atmağa ixtiyarım yoxdur. Qol çəkməyə ixtiyarım yoxdur. Tut Fedya. Bir də de ki, geri qayıtmağa tələsməsinlər. Qoy geri gələndə qazanı da tutsunlar. 2 dəfə gedib gəlməsinlər deyə. Necə yəni hökmdarım kazan bizimdir? Axı onu çoxdan tutmuşuq. Hə? Hə? Biraz tələsmisiniz. Geç günahımla. Yaxşı, yaxşı. Bir halda ki tutmusunuz. Daha neyniyək? Geri qaytarmayacağıq ki. Yaxşı, get. 5 dəqiqədən sonra burada izləri tozları qalmasın. Atlanın. Atlanın! Atlanın. Oxumağa başla! Зеленою весной под старою сосной с любимою Ванюша прощается. Как чудо он звенит и нежно говорит, и плачь Маруся, красавица. Маруся молчит и слезы льет от грусти, болит душа ее. Кап-кап-кап из ясных глаз Маруси капают слезы на копье. Кап-кап-кап из ясных глаз Маруси капают горькие, капают, кап-кап, капают прямо на копье. Стуженою зимой, опять же под сосной, с любимою Ванюша встречается. Кольчугой он звенит и нежно говорит, вернулся я к тебе, раскрасавица. Маруся от счастья слезы льет, как после душа ее поет. Кап-кап-кап из ясных глаз Маруси капают слезы на копье. Кап-кап-кап из ясных глаз Маруси капают сладкие, капают, кап-кап, капают прямо на копье. Маруся, от счастья слезы льет, как после душа ее поет. İşlər yoluna düşməyə başlayır. O ixtiraçı niyə zaman maşınını geri fırlatmır? İlahi, evdə məni böyük qalmaqal gözləyir. Niyə? Ulyana Andreevnaya hara getdiyimi deməmişəm. Hə, əlbəttə. O məni öldürəcək. Она все равно, пусть боимся мы волка и сову. Дело Aleksandr Sergeyeviç, bağışlayın ki, ailə dramı yaşadığınız bir vaxtda sizi narahat eləyirəm. Deyə bilərsiniz, İvan Vasilyeviç sizdədir? Bütün bina onu axtarır, hə? а нам все равно твердо верим.
Əclafa bax. И зачем Axı niyə mən bu müqəddəs adama этому святому hər şeyi человеку? danışdım? Шурик, Şurik, ты дома? evdəsən? Шурик, Şurik. Şurik. что это? Bu nədir? Господи, Aman tanrım. так это ж O я əclafı чемодан Yakinin певица. çamadanını götürmüşəm. Kino çəkilişləri üçün. O həyasızın studiyada davadalaş salmağı bəs deyilmiş kimi. Hələ bir çamadanları da qarışıq salıb. Özü də təyyarənin vaxtına bir saat qalmış. Karp Saveliç, mən öz xoşbəxtliyimə inana bilmirəm. Gözlə məni, mən qayıdacam. Alo, Anyota? Təsəvvür eləyə bilməzsən, mən birazdan Qaqraya gedəcəm. Rejissor Yakinlə. Zinayda Mixaylovna, məncə siz çox gözəl başa düşürsünüz ki, studiyada saldığınız davadalaşdan sonra aramızdakı hər şey bitdi. Karp Saveliç, siz alçaqsınız. Xahiş edirəm, çamadanlarımı qaytarın. Bu da sizinki. Ümid eləyirəm, bütün əşyalarım yerindədir. Nə? Alçaq, Подлец. əclaf, Я бросаю mən мужа, ərimi, этого mənə святого hər cür человека, şərait yaratmış o müqəddəs insanı, dahi ixtiraçını atıram еду. və bu əclafın yanına gedirəm. Aman tanrım, mətnə bax, sözlərə bax. Siz elə ən yaxşı sözləri eşitməmisiniz. И за 2 часа Yola до düşməyə 2 отъезда saat qalmış, я застаю у него onu hansısa ifritə ilə bir yerdə tuturam. Onun əllərindən tutur, ümumiyyətlə özünü dünyanın ən yaramaz adamı kimi aparır. Ay həyasız, mən onunla məşq eləyirdim. Bu mənim peşəkar borcumdur. Profession de foi. Kifayətdir. Mən yoruldum. Sizdən ayrılıram. Rejissor Budimir Kasoyun yanına gedirəm. O Boris Qadınova quruluş verir. Ha, Kasoy kənfürsətdir. Sizsə istedadsızsınız. Mən onun tamaşasında Çariçan oynayacağam. Kasoy Johan Grozny rolunu heç kimi tapmayıb. Yohan yoxdur. Да я уже Mən onunla məşq eləmişəm. Harda məşq eləmisiniz? Burada. Bax elə bu otaqda. Bəs Çar Boris'in rolunu kim oynayır? Kim? Hansı Çar Boris'in? Boris Qanım? Bu nə deməkdir? Boris Çar olur? Nə? Doğrudan məşq eləyirsiniz? Deməli o riyakar xainlərə pul verib özü çarlıq eləmək, hər şeyə sahib olmaq istəyir. Ölümə məhkumdur. İlahi, tipə bax. Afərin, afərin. Xahiş edirəm, davam eləyin. Sən niyə xanımın xətrinə dəymisən, məlun? Əla, möhtəşəm, dahiyanə. Bilirsiniz, Qrimdə sizi tanıya bilmirəm. Siz kimsiz? Sergey Bondarchuk? Yox. Yuri
Nikolin. Yok, 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 yok. Aman tanrım. Innokenti Smoktunovski. Keşə. Bunu məndən necə gizlədə bilmisiniz? Ay sənə vara murdar köpək. Dəli olmusan, nə edirsən? Al payını it oğlu. Keşə bu gülməli deyil, nə edirsən? Ay səni yaramaz. Aman tanrım. Yaramaz it oğlu. Mən... Miskin pozğun. Nə danışırsan? Bu dələluzluqdur. Bu əsl çardır. Dələduzluq? Kömək eləyin, xilas eləyin, milis çağırın. Diz çök, soxulcan. Hələ keçdin pozğun it oğlu yəkin. Dua elə heyvan oğlu. Həyatınla vidalaş. Deməli məşq edirsiniz, Zinaida Mixaylovna. Məşq eləyirik. Belə də məşq olar. Elisə zəng eləyin. Hara? Buradayam. Yaman təbii oynuyorsunuz. Çar da belə tipik. Bizim bunşu oxşuyur. Zinaida Mixaylovna, xəbəriniz var ki, məni qarət eləyiblər. İt söz verib ki, milislə gələcək. Sən kiminsən? Məni bağışlayın, yoldaş artist. Amma necə yəni kiminsən? Soruşuram kimin nökərisən? Bağışlayın, amma mən sizi başa düşmürəm. Səffey nökər. Üzr istəyirəm, amma niyə nökər salmısınız? Bu nə sözdür belə? Bu roldandır, roldan. Rolu belədir. Bu çox təhqir edici oldu. Xahiş edirəm, mənə tətbiq eləməyin. İlahi, əcəb evimiz var. Gah qarət eləyirlər, gah təhqir eləyirlər. Hələ bir yüksək məişət mədəniyyəti evadı qurunda mübarizə aparırıq. Bu dəhşətdir, dəhşət. Şöhrətpərəst soxulcan, həyat ya ölüm. Xanımdan istə. Həyat. Həyat, həyat. Rəhm elə ona böyük hökmüdar. Həyat. Yaxşı. Qoy sən deyən olsun. Karp, diqqətlə qulaq asın. Amma yalvarıram, sakit olun. O əsl İvan Grozny'dir. Yadınızdadır, sizə zaman maşını haqqında danışmışdım. Şurikin həmin təcrübəsi uğurla nəticələnib. O məni öldürə bilərdi. Yeri gəlmişkən, çox düz eləyərdi. Cəfəngiyatdır. Necə yəni Johann Grozny'dir? O çoxdan ölüb axı. Kim ölüb? Sizin barənizdə danışmıram. Ölən başqasıdır. Ölən... Xanımı sən yoldan çıxartmısan? Mən. Az yesim. Həyat belədir. Necə yəni həyat belədir? Murdar köpək. Bir özünə bax, həyat belədir. Zinaida, mənə slavyanca bir sözdür. Baki, Paki, işıqırıyımı. Əla həzrət, rəhm eləyin. Yeri gəlmişkən siz məni yanlış anladınız. Səni necə başa düşmək olar ki, heç nə demirsən? Dil bilmirəm, zat ailələri. Hanımı sevirsən? Sevirəm, dəlicəsinə. Xanım, qaşı peykan, kiprikləri qəməli, dodaqları yeməli. Sənə başqa nə lazımdır, it oğlu? Heç nə lazım deyil, heç nə. Onda evlənmə alın. Knyaz ona icazə verir. Zinaida Mixaylovna, mənə ərə gəlin. alo, Qalıçka. İndicə ürəyim partlayacaq. Əla xəbər var. Yakin öz ifritəsini atdı. Məni özü ilə Qaqraya getməyə razı saldı. Miskin köpək, qulağıma sənin barəndə bircə dənə pis kəlmə gəlsə, And içirəm. çarın sözünü kəsmə. Baş üstə. Sənə çarın körükünü ənam eləyirəm. Təşəkkür elə, təşəkkür elə. Velmi panej, son dərəcə sizə minnətdaram. Böyük hökmüdar, sizə bu görkəmdə qalmaq olmaz. Görsələr kim bilir nə fikirləşəcəklər. Pərverdigara, mən harda olduğumu unutmuşam, aman tanrım. Yadımdan çıxıb. Paltarınızı dəyişin. Yohan Vasilyeviç. Şeytan paltarı.
Məni yoldan çıxardır. Mənim fikirlərim qarışdı. Kürk, Çar, Yohan Grozny. Bəsdə həyəcanlandın. Tutaq ki, Yohandı, Grozundu. Burada qeyri-adi nə var ki? Yaxşısı budur, get Çara kömək elə. Baş üstə. Alo, Vava? Ayaq üstündə sənsə, otur. İlahi. Да чего же на наш... Bizim Bunşa necə də oxşayır? Pus səni. Belə eləməyin. Sizə çox yaraşır. Дорогой, Əziz Çar, нам пора. biz getməliyik. Təəssüf ki, təyyarəyə gecikirik. Sizə yaxşı yol. İcazə verin, hər şeyə görə təşəkkür eləyim. А вы Siz çox темперамент. çılğın insansınız. Alo, Şuruçka, təsəvvür edirsən? Yakin balaca uşaq kimi mənə aşiq olub, mənə evlənmək təklif elədi. İndi toy səyahətinə gedirik. Öpürəm. Tərpən. Gözəlliyə bir bax. Lepota. Lepota. Fasilə. İsveç səfiri... Feyzə, nə olub? Ay, İsveç səfiri hüzurunuza gəlmək istəyir. Vətəndaş səfiri gətirin. Qaşlarını çat. Qaşlarını çat. Der grosser Cake, das schwedischen Kennersreich, sondern mich. Seinen Training dinim, Suinin, bütün Rusya'nın çarı ve büyük knezi Ivan Vasiliç Usarusa. İnturist qəşəng danışır. O nə deyir? Konkret nə deyir? Nə bilim nə danışır. Fedya. Tərcüməçi lazımdır. Talmaç Nimçin adlı biri var idi. Tərcümə eləməli idi. Sözü başa düşmədi. Biz də onu qaynar suda pişirdik. Tərcüməçilərlə belə rəftar eləmək olmaz. Schweder Sharman, Robert Hyde. Bir şey də görmürsən, yazıq boğazını yırtır. Hitler kaput. Davam eləyin, Mr. Səfir. Biz sizinlə tamamilə razıyıq. Kemska Volast. Düzdür, tamamilə... Tamamilə doğrudur. Grosser Kennych. Bura baxın yoldaş. Yoldaş, sizi bir dəqiqə olar. Bilmək istəyirəm. Necə deyərlər, ümumi şəkildə ona nə lazımdır? Müdrik Çar, bunu bilmək ağıl tələb eləmir. Onlar Kemska Volostunu tələb edirlər. Deyirlər, bir haldakı döyüşmüşü verin bizə. Necə? Kemska Volostunu? O, ya. Kemska Volast. O, ya. Ürəklər istəyir götürsünlər. Mən də elə bildim nə olub. Necəni götürsünlər hökümdarım? Çar neynədiyini bilir.
Dövlət kası bulamayacaq. Götürün. Götürün. Keç günahımla böyük hökümdar. İcazə ver bir kəlmə deyim. Fırıldaqçı it oğlu, sən kimsən ki, başqasının torpaqlarını hədiyyə eləyirsən? Belə getsə torpaqlarımız qalmaz. İndi mən kralıma nə deyim? Kralına mənim ateşin salamımı çatdır. Bəs Kemska Valost? Hörmətli səfir, belə məsələlər ayaq üstə həll olunmur. Biz yoldaşlarla məsləhətləşməliyik. Gələn həftə gələrsiz. Hə, yeri gəlmişkən, şəxsən məndən sizə balaca bir suvenir. Ho, götür. Yaxşı, auf Wiedersehen, goodbye, au revoir. Uzun sözün qısası, ciao. Hamınız azadsız. Hə, keşikçilər də gələ bilər. Keşikçilər azaddır. Qardaşım, sən niyə sürünürsən? Səfir sinəsindəki cəngavər ordenini itirib. Belə dalğın olmaq olmaz. Adam otağa girəndə əşyalarına nəzarət eləməlidir. Yodur, gözünü niyə üzümə zilləmisən? Yoxsa fikirləşirsən ki, mən götürmüşəm? O nə sözdü, o nə sözdü? Sən götürməmsən? Bəlkə taxtın altına deyirlənib? Yox. Nə eləmək olar? Yoxdur. Heç yaxşı olmadı. Məni yenə də əcaib şübhələr narahat eləyir. Şpakın maqintafonu, səfirin ordeni. Nəyə eyham vurursan? Səndən soruşuram, Çarit oğlu, nəyə eyham vurursan? Tatar knyazı Yadıgey hökümdarı görmək istəyir. Yox, 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 nə qədər olar? Qəbul saati başa çatdı. Nahar fasiləsi. Çar yemək istəyir. Bu əsl yuxudur. Bir dəqiqə. Bu ziyafət kimin hesabınadır? Hesabı kim ödəyəcək? Hər halda biz yox. Fedya, bəs oradakı nədir? Ha! Pörtləmə dovşan böyrəyi, sarımsaqlı durna balığı başı, qara kürü, qırmızı kürü, hə, xarici kürü də var. Badımcandan. Əla. Hə, Çar. Vuraq. Vuraq. Lapota. Sən bir buna bax. Mən bütün binada bunu axtarıram. O isə başqasının mənzilində oturub. Üzünü niyə çevirirsən? İvan Vasilyeviç, görün mənim mənzilimi necə təmizləyiblər. Həyatım boyu ağır zəhmətlə yıldığım hər şey yoxa çıxıb. Gör bir kimə oxşayırsan. Əyyaşlıqdan gözlərin heç nə görmür. Tanınmaz hala düşmüsən. O nə dəyinlə geyinmisən. Xarici maqnitofon, zamşa pencək, O sərxoşdur. yerli istehsal qızıl portsiqar, heç biri yoxdur. Görmürsüz ayaq üstə dayana bilmir? Hara? Bu nə deməkdir? Tez ol evə gəl, ey yoş. Rahat burax məni qarı. Kədərliyəm. Qarı? Ay səni abursuz. Mən səndən 5 yaş kiçiyəm. Bu dəqiqə qalx ayağa evə gedirik. Sən ifritəsən. Bitil, İvan Vasilyeviç, sakit olun, sakitləşin. düşərsən əlimə. Sizi başa düşürəm, İvan Vasilyeviç. İfritə. Düzünü desəm, haqlısınız.
Sənə nə lazımdır? Möhtərəm İvan Vasilyeviç, xahiş edirəm təsdiqləyin. Bu oğurlanmış əşyaların siyahısıdır. Oğurlanıb 2 maqnitofon, 2 kinokamera, 2 portsiqar. Buyurun. Belə şikayətlərə kar baxmır. Bir dəqiqə. Şuluqluq eləməyin. Bu nə yaş hərəkətləridir? Sizdən şikayət eləyəcəm. Kollektiv şəkildə. Nökər görürəm, heç cür sakitləşmək istəmirsən. Alo, ruhi xəstəxanadır. Ərimin içməkdən başı xarab olub. Adamların üstünə atılır. Bıçaqla. Dayanın. Üzr istə. Yığışdırın bıçağı. Bırax onu bıçaqlayım. Buna baxın, bizim fiyalımıza baxın. Əsl silahlı quldurdu. Məllum. Ondan eşidirəm. Nökər. Hansımızın nökər olduğunu indi milis aydınlaşdırar. Milis. Yalvarıram, əl saxlayın. O bunç deyil. Necə yəni bunç deyil? O Yohan Groznodur. Əsl. İndi işim var, sonra zəng eləyərsiz. İlahi, gör bir nələr olur. Başa düşürsüz, mən sizə sir Gör açdım. bir nələr Siz olur. yaxşı adamsınız, xahiş eləyirəm. Söz verin ki, heç kimə deməyəcəksiniz. Sizə əsl kişi sözü verirəm. Çox sağ olun, çox sağ olun. O nə sözdür? O nə sözdür? O nə sözdür? Alo? Milis, danışan bugün qarət olunan şpaqdır. Mən oğurluğa görə zəng vurmamışam. Burada vəziyyət daha ağırdır. Mühəndis Timofeyev öz mənzilinə canlı çar çağırıb. Mən içən deyiləm. Pəncəri də var. Soyuq silahdır. Kişi kimi söz verirəm. Gözləyirəm. Təsəvvür eləyirəm, indi kişmiş yolunda necə dava gedir. Bizə nə var? Fedya, sən niyə böyrəklərin yanında biz düşüb durmusan? Bura gəl, çəkinmə. Götür. Gəl səninlə burderşaftı çək. Bura bax, dostum. Sizin zərgərlik mağazalarında daşqaş qəbul eləyirlər? Hı? Həll eləyərik. Vurduq. Ey hökümdar, Çariçə yanına gəlir. Səni görmək istəyir. Nahaq yerə çıxartın. Fedya, get böyrəklərin yanına. Nahaq yerə çıxartın. Səndə çar sifəti yoxdur. Nə dedin? Ey, sözünə fikir ver. Bilirsən kimlə danışırsan, nökər? Hörmətli Çariçə, çox şadam tanış olmağıma, çox şadam. Salam, Çar, çox xoşdur. Salam, Çar, çox xoşdur. Çar, çox xoşdur. Buyurun, xahiş edirəm, buyurun. Bizim masaya buyurun. Xahiş edirəm, burada əyləşin. Zəhmət olmasa. Belə, məncə biz hardasa görüşmüşük. Nə çərənləyirsən, çaqqal? Ey, adam, ofisiant. Çariçəyə böyrək gətir. Bağışlayın, bir dəqiqə. Bağışlayın, sizin adınız, familiyanız nədir? Marfa Vasilyevna. Çox gözəl. Füsunkar Marfa Vasilyevna. Çox gözəldir. Marfa Vasilyevna, qədərinizi doldurun. Yox, nə danışırsınız, nə İmtina danışırsınız? eləməyin. Sizin sağlığınıza. Bax, siz deyirsiniz ki, çar. Bari Vasilyevna, elə bilirsiniz ki, biz çarların işi asandır. Qətiyyən. Hamısı avam adamların sözləridir. Bütün zəhmətkeşlər həftədə 2 gün istirahət eləyirlər. Biz çarlarsa istirahətsiz işləyirik. İş günümüz qanuniləşdirilməyib. Yeyin, hər şeyin pulu ödənilib. Düzünü bilmək istəsəz, biz çarlara çəkdikləri əziyyətə görə pulsuz süd verilməlidir. Sağlamlıq jurnalında elə belə də yazılıb. Əsəb hüceyrələri bərpa olunmur. Həmişə işləyirsiniz, böyük hökmdar. Lap əldən düşmüsünüz. Margo, məni başa düşən yeganə adam. Sizsiz. Hə? Bəlkə balıq başı ilə bir qədəh də vuraq, hə? Siz nə danışırsınız? Deyə bilərsiniz, burada ayrı kabinetlər olur. O, zat aliləri, nəyi var içmisən? Ey. Maestro, siz niyə susursunuz? Bizim üçün bir şey güppüldadın.
Bulud buludun arxasınca üzür. Bulud. Şimşək çaxır. İldırım şaqqıldayır. İldırım. İt oğlu Krım çarı hara gedir? İt oğlu. İt oğlu nədir? Özüm haqqında belə mahnılar oxumağa icazə vermirəm. Mən siz tamam yolunuzdan azmısınız. Bu nə repertuardır? Kütləvi, müasir bir şey oxumaq lazımdır. Məsələn, Tralivali, Tili Tili kimi. Bunu bizə Tili Tili, sonra sizə Tralivali. Sakit ol Vanya, bu dəqiqə həll eləyərik. Bağışlayın, sizin adınız, familiyanız nədir? Marfa Vasilyevna. Hə, Marfa, Marfuşa. Kədər bizə yaraşmır. Knyaz, sən sadəcə zümzümə elə. Biz davam eləyərik. Çətin deyil. Stop, sakit. Счастье вдруг в тишине постучалось в двери. Неужели ты ко мне? Верю и не верю. Падал снег, плыл рассвет, осень моросила. Столько лет, где тебя носила. Вдруг, как в сказке, скрипнула дверь. Все мне ясно стало теперь. Столько лет я спорил с судьбой ради этой встречи с тобой. Мерз я где-то, плыл за моря. Знаю, это было не зря. Все на свете было не зря. Не напрасно было. Ты пришло, ты сбылось, и не жди ответа. Без тебя как жилось мне на свете этом. Тот, кто ждет, все снесет, как бы жизнь не била, лишь бы все это все не напрасно было. Hamı rəqs eləsin. Скрипнула дверь, все мне ясно стало теперь. Столько лет я спорил с судьбой ради этой встречи с тобой. Нес я где-то, плыл за моря, знаю, это было не зря. Все на свете было не зря, не напрасно было. Как в сказке скрипнула дверь, все мне ясно стало теперь. Столько лет я спорил с судьбой ради этой встречи с тобой. Вез я где-то, плыл за моря, знаю, это было не зря. Все на свете было не зря, не напрасно было. Cemaat üsyan eləyir. Deyirlər çar, əsl çar deyil. Möhtərəm hökmdar, biz batdıq. Mən tələb eləyirəm ziyafət davam eləsin. Necə yəni batdıq? Niyə?
Oradadır. Tez ol, knyaz, məni geri qaytar. 3 dəqiqə hər şey hazır olacaq. Bu dəqiqə İvan Vasiliç. Siz hələlik öz çar paltarınızı geyinin. Ay zəhrimar. Çəkirsiz? Çəkmirsiniz. Düz eləyirsiniz. Mən də çəkmirəm. Yaxşı. Deyin görüm, siz kimsiz? Az Yesmçar. Ləqəbindir. Sakit. Familiyanız? Bizə Rürikoviçlər deyirlər. Adınız atanızın adı? İoan Vasilyeviç. İoan. Doğum tarixi? İsa'nın doğuluşundan 1573 il sonra. Deməli, zarafat eləyirsiniz. Tarapulka, ştepsel çıxıb mənim üçün. Sakit. Harada yaşayırsınız? Sarayda. Hansı sarayda? Ünvanınızı deyin. Bayar, sən də görüm günahım nədir? Sənin bayarın Tambov canavarıdır. Şpakın mənzilinə siz girmisiniz? Şpak, hə? Qazana girmişəm. Əjdərxana girmişəm. Revlə girmişəm. Şpaka girməmişəm. Buradadır. İfşa olundun əzizim. Bunu istəyirdin əyyaş? Nə olub vətəndaşlar? Siz kimsiz? Yoldaş leytenant, mən bu əyyaşın arvadıyam. Yalan deyirsən, hardan arvadım oldun? Qarı. Görürsüz, donunuz kimi içib. Arvadını tanımır. Dəlixanadan adam çağırmalı oldum. Ha, deməli belə. Mən də deyirəm, nəsə sayıqlayır. Qazana girmişəm, həşdərxana girmişəm. Özünü çar hesab eləyir. İvan Grozny. İçkidəndir. Tipik aldı. Bəs bu xəstənin əsl familiyası necədir? Bunşa İvan Vasilyeviç. Yalan deyirsən. İfritə. Görmək belə istəmirəm. Diqqət. Hazırlaşın İvan Vasiliç. Diri tutun o fırıldaqçıları. Qara kürü. Qırmızı kürü. Xarici badımcan kürüsü. Yoldaş Timofeyev, Aleksandr Sergeyeviç, xilas eləyin, xilas eləyin, xilas eləyin. İvan Vasiliç, tələsin. Əlvida. Sağsız, sağıq. Danışsaq, heç kim inanmaz. Milisdə inanacaqlar. Cəmiyyət əleyhinə apardığın təcrübələrə görə cavab verəcəksən, Tələduz. Böyük hökümdar, bir dəqiqə. Maraqlı kinodur. Yoldaş alim, dəhlizdə milislər növbə çəkirlər. Ha, bugün dostunuz Şpakın evini soyublar. Nə danışırsınız? Vay.
Yoldaş leytenant, birini də tutmuşuq. Tutmamışsınız, tutmamışsınız. Tutmamışsınız. Mən özüm sizin yanınıza gəlirdim, özüm yanınıza gəlirdim. Səmimi qəlbdən hər şeyə etiraf eləmək üçün özümü böyük fərəhlə doğma milisimə təslim eləyirəm. Ona güvənirəm. Siz kimsiz? Bunşa İvan Vasilyeviç. Deməli siz deyirsiniz ki, güya İvan Vasilyeviç Bunşasız. Əlbəttə. Sənədlərinizi verin. Evdə qalıb bir dəqiqə. Sizin şəxsiyyətinizi kim təsdiqləyə bilər? Kim? Hər kəs. Məsələn, arvadımdan soruşun, Ulyan Andreyevna. Həmişə təsdiqləyər. Belə işlər. Siz nəsə səmimi qəlbdən etiraf eləmək istəyirdiniz. Etiraf eləyirəm ki, öz xoşumla yox. Knyaz Miloslavskinin təkidi ilə müvəqqəti olaraq çar vəzifəsini icra eləmişəm. Hansı çarın? Siz də çarsız? Çaram, Çar İvan Vasilyeviç Grozny. Yalan deyirsən köpək. Az yesim çar. Bırax. Hər şey, ağır zəhbətlə qazandığım hər şey məhv oldu. 3 maqnitofon, 3 xarici kinokamera, 3 yerli portsiqar, zamşa gödəkçə, 3 gödəkçə. Özü də bunlar məişət mədəniyyəti fəxri adı uğrunda mübarizə aparırlar. Hə? Ulyan Andreyevna, bir də deyin. Bu kimdir? İlahi, yoldaş leytenant sizə dedim axı, ərimdir, İvan Vasilyeviç Bunşa. İndi səni müalicə eləyərlər yaş. Çox yaxşı, bəs bu kimdir? Fırıldaqçı. Fırıldaqçıdan eşidirəm. Bax belə. Bəs bu kimdir? Aman tanrım. İvan Vasilyeviç Bunşa. Səni də sağaldacaqlar. Yəni belə çıxır ki, sizin iki əriniz var. Elə çıxır ki, ikidir. İkisi də Bunşadır. İkisi də. Səni də sağaldacaqlar. Səni də sağaldacaqlar. Elə məni də sağaldacaqlar. Sizin danışdıqlarınız möhtəşəmdir. Bir şahid kimi siz çox qiymətli insansınız. Yerinizdə olsaydım, qapını arxadan bağlatdırıb vaxtımı doktorluq dissertasiyasına sərf eləyərdim. Tələsmək lazım deyil, qapını arxadan bağlatdırmağa vaxt olacaq. Ulyan Andreyevna, mən çarlıq eləmişəm, amma sizə xəyanət eləməmişəm. Çariçə məni yoldan çıxartmaq istədi, amma mən yoldan çıxmadım, and içirəm. Cəza müddətinin bitmə tarixi. Lənət şeytana, əlimizə keçən adam Miloslavskinin özü imiş. Miloslavski, Hə, tez olun, tutun. bu dəqiqə. Dayanın. Miloslavskini tutun. Tutun onu. Mən sizi geri göndərdiyimə tamamilə əmin idim. Tələs, knyaz, fırlat maşınını, fırlat. Bəs bu qədər vaxtı haradaydınız? Milis tutmuşdu, iş açıblar. Knyaz, təqib olunuram. Tez ol. Pərverdigara. Qaçın, İvan Vasilyeviç. Qaçın. Tez olun, İvan Vasilyeviç. Gəlirəm. Pərverdigara, geç günahımdan. İtil şər qüvvə. Əlvida, knyaz. Yaxşı yol. Bir qüsurum oldusa bağışlayın, İvan Vasilyeviç.
Bu biabırçılıqdır. Yenə bütün binanı işıqsız qoymusunuz. O bizi ələ salır. Yadınızda saxlayın, əlahiddə idarələrə sizdən şikayət yazacağıq. Sizi dəlixanadan buraxıblar? Nə? Bu nə deməkdir? Ay səni dəladuz. Bu nə həyasızlıqdır? Hələ bir eynək də taxıb. İxtiraçı çıxıb mənim üçün. Buna görə milisdə cavab verəcəksiniz, Başına el yaramaz. oyun açacağım ki, həyatından küsəcəksən. Hə, heç narahat olma. Heç narahat olma. İntelligent it oğlu. Bu nədir? Hamısını yuxuda görmüşəm? Yoxsa həqiqətən olub? İvan Grozny, Miloslavski. Məni zin atıb. Ola bilməz. Yox. Başım yaman möhkəm dəyib. Bəlkə ola bilər. İlahi, bu ev nə gündədir? Hər yer tüstü, hər yer siqaret qoxusu. Təbii ki, hələ nahar eləməmisən. Sən Qaqraya getmədin? Qaqra hardan çıxdı? Ты совсем... Bu maşın səni dəli eləyəcək. Где ты... Başındakı o şiş hardandır? Zina, düzünü də. İndi hardaydın? Məşqdə. Lap yaxşı. Birbaşa soruşacağım. Sən Yakini sevirsən? Hansı yakini? Şurik, sənə nə olub? Oyun oynama. O sizin kino rejissordu. Bizdə Yakin adlı rejissor yoxdur. Doğrudan? And içirəm. Ura! Film Aynes televiziyasının sifarişi ilə 2012-ci ildə Bakı Film Kino Studiyasında dublyaj olunmuşdu. Filmi səsləndirdilər Zemfira Əbdülsəmədova, Allahverdi Yolçiyev, Emil İsrafilov. Səs rejissoru Orxan Məmmədli, tərcümə edən Aygün Aslanova, redaktor Mehriban Hüseynova. Ciao! Diqqətinizə görə sağ olun.